Baxaq bu suala. D1, D3 paraleldir. D2, D4 paraleldir. A-nın B-nin cəmi 45 dərəcə. Açıq B soruşur. Deməli bunları uzadaq. D1, D3 uzadaq. Bir də bu D2-ni buna birləşdirək ki, deməli bu D2 nə olsun, bunun üçün kəsən olsun. İndi buradakı B üstəgəl 60 dərəcə bu istiqamətdə hara köçə biləcək? Bir bucağı buraxıb bura köçəcək, düzdürmü? B üstəgəl 60 dərəcə bir bucağı buraxıb digərini bura gəlməlidir. Bu bucağı. B üstəgəlsin 60 dərəcə. Bildiniz? Bu yerini bildiniz? Bu bucaq bura yox, digər bucağa yazılmalıdır. İndi isə biz baxırıq nəyə? Biz baxırıq nəyə? D1, D3, bir də bu kəsən. Bu D2 kəsəni. Buradakı bucaqla 2 açıq 15. Buradakı bucaq B üstəgəl 60 dərəcə. Daxili çarpaz bucaq. Düzdürmü? Bəlkə başa düşdünüz də. Bax belə kəsən var. Bu belədir də. Yenə məsələn köçürsən belə. Bu da belə gəlib, hə? Burasında 2 açıq 15 yazır məsələn. Burasında da yazıb ki B üstəgəl 60. Eyni şəkil deyil. Bu şəkil belə olsa. 2 açıq 15 buradadır. B üstəgəl 60 buradadır. Bunlar necədir onda? Daxili çarpaz. Daxildə çarpazda yerləşib. Bunlar da nə olacaq? Bir-birinə bərabər olacaq. Ona görə nə yazmalıyıq? 2A açıq 15 dərəcə bərabərdir B üstəgəlsin 60 dərəcəyə. Buradan nə alıram? B-ni keçsəm bu tərəfə. 2A açıq B bərabərdir 75 dərəcəyə. 2 açıq B bərabərdir 75 dərəcəyə. Başqa nə verir mənə? A üstəgəl B də 45 dərəcə. Bunun altından yazıram. A üstəgəlsin B də 45 dərəcəyə. Bu iki dənə tənliyə diqqətlə baxsam, bax bu iki dənə tənliyə. Diqqətlə baxsam, görərəm ki, burada mən alt-alta çıxsam da, toplasam da hansı sərf edir bizə? Toplamaq sərf edir, çünki burada bir dənə mənfi B var, müsbət B var. Toplayanda bunlar islah gedəcək, yəni 0 olacaq. Bu 2A-da məcbur toplamalıyım, olacaq 3A bərabər. Bu ikisinin cəmi neçə edir? 120 dərəcə. A olacaq nə qədər? 40 dərəcə. A 40 dərəcədirsə, bizə demişdik ki, A üstəgəl B 45 dərəcədir. A 40 dərəcədir. B də onda belə çıxır ki, 5 dərəcədir. Onda 40-dan da 5-i çıxanda 35 dərəcə olacaq bizim cavabımız. İndi kim bilmədi? Sual versin. Yoxdursa? Bu çarpaz bucaq yaratdım burada. Bir-birinə bərabər götürdüm. 2 açıq B də 75 dərəcədə dayandım. Çünki həll eləyəmirəm, amma 2 ilə əməl var. Ama niye oraya geldi ki B üstəgəlsin 60? Bura niyə gəldi? Hə. Buradakı bucaq bir bucaq sonraya yazılır da. Hə. Paralel deyil. Paralel olması deyə məsələn deyək ki paralel də verir bax D2 D4-ə paralel. D2 D4-ə paraleldir. Bax bu iki dənə paraleldirsə, bax bu D4 D2-yə paraleldir. Buradakı bucaq nədirsə bir sonrakıya yazılmalıdır məcbur. Bucaq verib yoxlaya bilərsən. Buradakı bucaq 100-dürsə, bunun bura ikisinin cəmi buradakı nə olmalıdır? 180. 80. Buradakı bucaq nə olacaq onda? 100. Gördünüz bax bu 100 gəlib düşdü buraya. Bir bucaq buraxıb sonra yazılır paraleldə. Ondan sonra da burada tənlikdə niyə dayandım mən? 2 açıq B-də. Çünki həll eləyə bilmirəm, amma 2 dənə məhsul var. Orada bir dənə kömək var idi. A üstəgəldə 45 dərəcəni özü verib sənə. Altından yazıram. Bu 2 dənə tənliyi ya alt-alta toplamalıyam, ya çıxmalıyam. Toplayanda görürəm ki, rahatdır. Bunlar islah olur. Yəni 0-a çevrilir. 3A bunun ikisini toplayanda 120. 3A 120, A 40. Səndən tələsmirsən, açıq B-ni soruşur. A-nı yenə 40 qoyanda bu 5 olmalıdır ki, 45 olsun. Deməli, biri 40-dır, biri 5-dir. Cavab 35 dərəcə. Növbəti suala baxaq.